Salam, axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəzər xəbərin əsas buraxılışı ilə qarşınızdayıq. Studiyada Arzu Xəlilovadır. Prezident İlham Əliyev İsrailin Xarici İşlər Naziri Gideon Saarı qəbul edib. Söhbət zamanı bir neçə gün əvvəl Davosda Azərbaycan və İsrail prezidentlərinin görüşü məmnunluqla xatırlanıb. Görüş əsnasında iki tərəfli gündəliklə bağlı məsələlərin müzakirə olunduğu bildirilib. Ölkələr arasında münasibətləri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticari, enerji, turizm və digər sahələrdə uğurlu inkişafı vurğulanıb. Kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar və süni intellekt sahələrində əməkdaşlıq məsələləri qeyd edilib. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığın genişləndirilməsi işinə verdiyi tövsiyə toxunulub. Hökumətlər arası komissiyanın rolu qeyd edilərək, bu yaxınlarda komissiyanın növbəti iclasının keçirildiyi vurğulanıb. Gideon Saar onu bu səfərdə böyük biznes və işgüzar dairələri nümayəndələrinin müşahidə etdiyini deyərək, səfər çərçivəsində keçiriləcək Azərbaycan-İsrail Biznes Forumunun ölkələr arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. O, Azərbaycanda Yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Davam edirik, hörmətli tamaşaçılar. Bu il pensiyaların konkret nə qədər artırılacağı məlum olub. Söhbət 2026-cı ilin əvvəlində aylıq pensiya məbləğlərinin indeksləşdirilərək artımından gedir. Statistika Komitəsi rəsmi rəqəmləri açıqlayıb. Detalları izləyək. Pensiyaların nə qədər artacağı və artımın kimlərə şamil olunacağı məlum olub. Dövlət Statistika Komitəsinin məlumatına görə 2025-ci ildə illik inflyasiya səviyyəsi 5,6% olub. Məhz bu göstərici pensiya kapitalının indeksləşdirilməsi zamanı əsas götürülür. Qanunvericiliyə əsasən pensiya sistemi iki əsas istiqamət üzrə yenilənir. Millət vəkili Vüqar Bayramov bildirib ki, vətəndaşların həm aylıq əmək pensiyaları artacaq, həm də fərdi hesablarda toplanan pensiya kapitalları indeksləşdiriləcək. Bu deməkdir ki, pensiya kapitalı 5,6%-ə indeksləşdirilərək artırılacaq və bu zaman artıq pensiya kapitalının tam olaraq indeksləşdirilməsi həyata keçiriləcək. Əgər vətəndaşımızın pensiya kapitalı 40.000 manatdırsa, o 5,6% indeksləşdirilir. Yəni həmin 40.000 manatın üzərinə 2.240 manat əlavə olunur və bununla da vətəndaşımızın pensiya kapitalı 40.000 manatdan 42.240 manata dək yüksəlir. Bu zaman 2026-cı ilin yanvarın 1-nə qeydə alınan pensiya kapitalında artımlar həyata keçirilir. Vətəndaşları daha çox maraqlandıran məsələ aylıq pensiya məbləğidir. Aylıq əmək pensiyaları pensiya kapitalından fərqli mexanizm əsasında artır. Bu artım inflyasiya deyil. Əvvəlki ildə ölkə üzrə orta aylıq əmək haqqının artım faizinə uyğun hesablanır. Gözləntilərə görə 2026-cı ilin əvvəlində aylıq əmək pensiyalarında artım olacaq. Pensiya kapitalının indeksləşdirilib artırılmasını müşahidə edəcəyik. Eyni zamanda xüsusən qeyd etmək lazım, pensiya kapitalının indeksləşdirilməsi pensiya məbləğinin indeksləşdirilməsi ilə eyni deyil. Pensiya məbləğləri orta aylıq əməkdəki artım faizinə uyğun indeksləşdiriləcək. Gözlənti ondan ibarətdir ki, əmək pensiyaları 9,12% artacaq. Yəni pensiya kapitalı 5,6%, pensiyalar isə 9,12% artması gözlənilir. Beləliklə, 2026-cı ilin əvvəlində pensiyaçıların aylıq gəlirlərində nəzərə çarpan artım gözlənilir. Rəsmi sərəncamın isə yaxın günlərdə imzalanacağı bildirildi. İslam Əşrəfov, Elbrus Kərimli, Xəzər xəbər. Azərbaycanın Ermənistana ötən ilki ixracının dəyəri açıqlanıb. Ermənistana 788,8 min dollar dəyərində məhsul ixrac edilib. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, ötən il Ermənistandan Azərbaycana idxal həyata keçirilməyib. Qeyd edək ki, Azərbaycandan Ermənistana ötən ildən neft məhsullarının göndərilməsinə başlanılıb.
Bakıda toyda faciəvi hadisə baş verib. Toy başlamazdan az əvvəl bəyin nənəsi şadlıq evində vəfat edib. Hadisəyə baxmayaraq toy davam edib. Nə qonaqlar, nə də bəy bu barədə məlumatlandırılıb. Faciəvi hadisə Binəqədi rayonunda qeydə alınıb. Bakıda toya gələn bəyin nənəsi şadlıq evində vəfat edib. Hadisə dünən axşam saatlarında Binəqədi rayonunda yerləşən şadlıq saraylarından birində baş verib. Toy başlamazdan təxminən 30-40 dəqiqə əvvəl şadlıq evinə gələn bəyin nənəsi qəfil vəfat edib. 75 yaşlı Zeynəb Dadayeva Bakı sakini olub və Binəqədi rayonunda yaşayıb. Yaxınlarının sözlərinə görə qadının ən böyük arzusu nəvəsinin toyunda iştirak etmək olub. İlkin məlumata əsasən, qadın sanitar qovşaqda olarkən halı pisləşib və dünyasını dəyişib. Hadisə olduğumuz şadlıq evinin birinci mərtəbəsində qadınlar üçün nəzərdə tutulan sanitar qovşaqda baş verib. Əldə etdiyimiz məlumata görə vəfat edən 75 yaşlı qadın toy başlamazdan təxminən bir neçə dəqiqə əvvəl bura gəlib və gəldikdən 5 dəqiqə sonra dünyasını dəyişib. Mərhum şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkib. Bundan əvvəl bir dəfə də infarkt keçirib. Hadisədən sonra əraziyə aidiyyatı dövlət qurumlarının əməkdaşları cəlb olunublar. Maraqlı məqamlardan biri isə hadisənin toy iştirakçılarından gizlədilməsi olub. Mərhumun yaxınları qonaqlara məlumat verməyib. Hətta bəy də nənəsinin vəfatından toyun sonuna yaxın xəbər tutub. Xəbərimiz olmayıb. Biz gəldik toya, girdik içəri. Toy gedə-gedə məlumatım oldu ki, 6'da olub, 6'ya qalmış olub, keçirib. Aşağıda olub elə qardiyorov tərəfdə girib ora. Xəstəliyi var idi, hər hansı bir xəstəliyi var idi, bəli, şəkəri idi. Bir dəfə də infarkt keçirmişdi. Hələ orada da infarkt keçirdi, girişdə olub səhvəmləmsə, hələ orada dünyasını dəyişib. 10 idi, 11 idi, belə ərfədə qurağıma çatdı, gördüm qohumlardan bir neçə nəfər yoxdur. Maraqlandım, elədim, şübhə yaratdım məndə, sonra bildim ki, vəziyyət budur. Qeyd edək ki, vəfat edən şəxsin nəşi elə hadisə yerindən birbaşa morqa aparılıb. Faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır. İslam Əşrəfov, Vüsal Cəfərov, Aytən Fehruz, Xəzər Xəbər. Davam edirik, hörmətli tamaşaçılar. Sabunçuda 16 kiloqram narkotik aşkarlanıb. Polisin keçirdiyi əməliyyatlarla narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 29 yaşlı Mirtərlan Əskərzadə və 37 yaşlı qadın saxlanılıb. Onlardan 16 kiloqramdan artıq tərkibinə psixotrop maddələr əlavə edilən marixuana, metamfetamin və tiryək aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri sosial şəbəkədə tanış olduqları İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara pul müqabilində çatdırmalı olduqlarını bildiriblər. Faktlarla bağlı cinayət işi başlanılıb. 67 yaşlı qadın yaşadığı evdə xüsusi amansızlıqla qətlə yetirilib. Cinayəti törətməkdə mərhumun oğlu şübhəli bilinir və o polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə ilə bağlı təfərrüatları izləyək. Valla deyəsən anasını gedib işdən gətirib. Yəni bu hadisəni eləyib burada, yəni belə bir şey olub. 67 yaşlı qadın qətlə yetirilib. Hadisədə oğlu şübhəli bilinir. Ola bilir çəkib. Həmən günü olmayıb, bilinir, Bakı haçansa olub, o şeyin. Mütəmadi olaraq belə də, yəni həmişə yox, belə şey. Qətil Sabunçu rayonu Maştağa qəsəbəsi Südçülük Savxozu adlanan ərazidə baş verib. Hadisə bu evdə baş verib. 67 yaşlı Həyat Ağayevanın xüsusi amansızlıqla qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub. Əraziyə dərhal əməliyyat istintaq qrupu gəlib. Hadisəni törətməkdə şübhəli bilinən elə həmin şəxsin oğlu 45 yaşlı Emil Ağayev saxlanılıb. İddialara görə Emil Ağayev əvvəllər narkotik istifadəçisi olub. O hətta bir müddət aidiyyatı dispanserdə bu asılılığa görə müalicədə alıb. Həmin gecə yoldaşı ilə birlikdə qaynanası gildə qalıb. Səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib. Onun təcili evə gəlməsini xahiş edib. Bundan sonra anasını bıçaqla qətlə yetirib. Qadın çox kişi qiliyyətli qadın idi. Tezdən gedərdi, axşam gələrdi evinə. İşləydim, elə işlə aləmdən elədi ki, bəs qonşu anasını bıçaqlayıb elə bilmişəm. Gəlini də var, nəvəsi də var. Oğlan ticarətdə işləyirdi, abocat evinə baxırdı. Bəs anası harada işləyir? Anası da burada toy xeyirmasında yemək zat pişirirdi. Mən oğlan demək olar ki, başda bir 2 aydır görmürəm. Pisliklərin zadını yəni görməmişik. Yəni ailədə elə mehriban olublar çox. Həmişə elə onlara belə qibtə ediblər ki, can deyiblər, can işte anası ilə də həmişə də. Gəlini ilə münasibətlər necə idi? Yox, gəlinlə də yaxşı olublar elə. Yəni hadisə olan günü çıxmışıq, görmüşük, yəni belə bir hadisə olub. Yəni özümüzdə qalmışıq, şokda yəni.
Hadisə ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır. Fidan Əsədli, Səbuhi Mustafayev, Xəzər xəbər. 373 dönərxanada və 18 çiğ dönər emalı müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib. Ümumilikdə 497 müəssisədən 600 nümunə götürülərək laborator müayinələrə cəlb olunub. Bu barədə Qida Təhlükəsizliyi Agentliyində keçirilən mətbuat konfransında məlumat verilib. Daha hansı məqamlara toxunulub izləyək. Ötən il 373 dönərxanada və 18 çiğ dönər emalı müəssisəsində müxtəlif nöqsanlar aşkarlanıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, ötən il 561 dönərxanada və 21 çiğ dönər emalı müəssisəsində nəzarət tədbirləri həyata keçirilib. Ümumilikdə 497 müəssisədə 600 nümunə götürülərək müayinəyə cəlb olunub. 107 müəssisəyə məxsus 122 nümunədə uyğunsuzluq halları aşkarlanıb. Aparılan yoxlamalar zamanı mal əti adı ilə satılan məhsullardan götürülən nümunələrdə at və camış ətlərinin DNT-si aşkar edilib. Qida Təhlükəsizliyi İnstitutunun sədri Əli Nəbiyev isə qeyd edib ki, ötən il ölkədə 51 qida zəhərlənməsi qeydə alınıb. Bu zəhərlənmələrin çoxu məişət zəminində baş verib. 25-ci il ərzində Minür Çağrı Mərkəzinə daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 51 qida zəhərlənməsi faktı təsdiqlənmişdir. Bu hadisələrdə ümumilikdə 401 zərər çəkən qeydə alınmışdır, ölüm faktı qeydə alınmamışdır. Təhlillər göstərir ki, zəhərlənmənin 65%-i məişət zəminində baş vermişdir. Əsas səbəblər isə məişət şəraitində hazırlanan konservləşdirilən məhsullar, qarışıq qidalar və ictimai yaşada dönər məhsul olmuşdur. Satışda rənglənmiş portağallara rast gəlinməsi məsələsinə də aydınlıq gətirilib. Bildirilib ki, ötən il idxal zamanı 421,5 ton portağalda istifadəsinə icazə verilməyən qida əlavələri, rəngləyici müəyyən edilib və dövriyyəyə buraxılmasının qarşısı alınıb. Bununla bağlı ixracatçı ölkələrə xəbərdarlıq edilib. Son zamanlarda isə bazarlarda belə hal müşahidə olunmayıb. Sevinc Vaqif qızı, Elbrus Kərimli, Vüsal Hüseynov, Xəzər xəbər. Bir-birinə bitişik tikilmiş evlərin sosial şəbəkələrdə yayılmış görüntüləri müzakirələrə səbəb olub. Masazır və ətraf yaşayış massivlərində evlərin bir-birinə bu qədər yaxın tikilməsi deməli, yanğın, zəlzələ və digər təhlükəli hallar zamanı baş verə biləcək xoşagəlməz halları bir daha gündəmə gətirib. Evinin arasında məsafəyə baxsınız zaman. Allah eləməsin, bir dənə pajar olsa var, bu evlərdə hamı çavab olacaq. Bir-birinə bitişik yüzlərlə ev. Vətəndaş çəkdiyi videoda Masazır ərazisində tikilən evlərin arasında məsafənin gözlənilmədiyini və bir tikilidə baş verəcək yanğının sürətlə digər evlərə də yayıla biləcəyini bildirir. Bakı ətrafı bir sıra ərazilərdə bu cür, yəni ara məsafəsinin olmadığı yaşayış evləri var. Bu tip tikililərdə bəzən bir evlə digər ev arasında cəmi bir neçə addımlıq məsafə qalır. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, tikinti təhlükəsizliyinin təmin olunması üçün yaşayış evlərində layihələndirmə zamanı tələblər qorunmalıdır. Ara məsafəsi isə tikilinin ölçüsünə görə dəyişir. Fərdi yaşayış evlərində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədi ilə tikinti layihələndirilməsi zamanı yanğın təhlükəsizliyi qaydalarının tələbləri nəzərə alınmalı, binalar arasında müfəssəl ara məsafələri gözlənilməli, tikinti prosesləri zamanı sertifikatlaşdırılmış materiallardan istifadə edilməli, elektrik təsərrüfatı düzgün quraşdırılmalı, naqillərin en kəsiyi və qoruyucuların gücü düzgün seçilməli, bu işlərin görülməsi mütəxəssislər tərəfindən aparılmalıdır. O da qeyd edilib ki, evlərin qaz təsərrüfatı da qüvvədə olan normalara uyğun quraşdırılmalı və gələcəkdə yanğın baş verə bilməsi nəzərə alınaraq yanğın söndürən avtomobillərin də yan alması gözlənilməlidir. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, kompakt şəkildə tikilən fərdi yaşayış evlərinin bir çoxu sənədsiz evlərdir. Evlərin arasında məsafə olmadan bir-birinə bitişik tikilməsi təhlükəsizlik baxımından olduqca risklidir. Ekspert qeyd edib ki, torpaq sahəsinin 60%-i ara məsafənin qorunması üçün istifadə edilməlidir. Hal-hazırda Bakı ətrafı ərazilərdə, xüsusən Abşeron, Xırdalan, Masazır ərazilərində bir-birinə sıx şəkildə tikilmiş fərdi yaşayış evləri var ki, onların bir-birinə sıx şəkildə tikilməsi
öz-özlüyündə böyük bir təhlükə mənbəyidir. Həmin evlərin hər hansısa birində, hər hansısa bir yanğın hadisələri baş verərsə, bu qısa müddətdə digər evlərdə nüfuz etmiş olur. Başqa bir tərəfdən isə gələcəkdə hər hansısa bir zəlzələ, uçqun, dağıntı hallar baş verərkən bir evin uçması digər evlərin də uçulub dağılması ilə nəticələnə bilər. Hər hansısa bir fərdi yaşayış evinə çıxarışların verilməsi üçün torpağın çıxarışı ilə bərabər onun üzərində tikilmiş fərdi yaşayış evlərinin də tikinti normativlərinin uyğun formada aparılması mütləqdir. Abşeron rayon icra hakimiyyətindən isə bildirildi ki, həmin fərdi yaşayış evləri uzun illər əvvəl inşa olunub. Bu evlərə bütün kommunal xidmətlər göstərilir. Hazırda hər hansı bir tikinti işləri həyata keçirilmir və ərazi nəzarət altında saxlanılır. Qeyri-qanuni tikinti işləri aşkarlandıqda da hüquq mühafizə orqanlarına müraciət olunur. Nərmin Məmmədhəsənli, Ruzanna Kərimli, Cabbar Qaryağdıoğlu, Xəzər xəbər. İmişlidə baş verən yanğın faciə ilə nəticələnib. Hadisə baş verən mənzildə kirayədə yaşayan 69 yaşlı şəxs yanaraq dünyasını dəyişib. Evdə tək yaşayan kişi yanğında ölüb. Bədbəxt hadisə İmişlidə baş verib. Rayon sakini Sürahi Quliyevaya məxsus 3 otaqlı fərdi yaşayış evində naməlum səbəbdən yanğın baş verib. Hadisədən xəbər tutan ev sahibi dərhal qonşulara və aidiyyəti üzrə məlumat verib. Tanışdığımız yox idi. Burada qaradı, yazılar gəldi, yerləşdilər bura. Tək adam idi. Kimsəsiz idi. Hadisədə olub. Nə vaxt xəbər tutdunuz ki, belə hadisə olub, yanğın hadisəsi? Ev yəsimə zəng elədi, mən qonşuyam, burada oluram. Zəng elədi, gəldim, məlumat verdim Pajarnıya, polis tərəsinə. Hadisə yerinə yanğın söndürən texnika və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb, alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın yerinə baxış zamanı evdə 69 yaşlı Sədrəddin Fərəcovun meyti aşkar edilib. Məlumata görə ölən şəxs kimsəsiz olub və həmin mənzildə kirayədə yaşayıb. 3-4 ay belə olardı. Gəldi ki, ev axtarıram. O da bizim əmioğlu göndərmişdi. Evdə boş idi, köhnə ev idi. Elə bir kimsəsiz olduğuna görə dedim, mən də tək qalıram. Burada həyan olardı, həyətdə mən də qorxu keçirdirəm, həyəcan keçirdirəm. Dedim, həyətdə adam var. Elə olub götürmüşəm. Səhər-səhər şaqqıltıya ayıldım. Ayıldım, pəncərədən baxdım. Gördüm ki, qıpqırmızı işıq. Qapını açdım, gördüm ki, xalu qalxıb. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin İmişli rayon mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Elməddin İsmailov, Kənan Qafar, Xəzər xəbər. İmişlidə yanan evdə meyidi tapılan şəxsin qətlə yetirildiyi də ehtimal edilir. APA'nın əldə etdiyi məlumata görə Qaradonlu kənd sakini 1957-ci il təvəllüdlü Sədrəddin Fərəcovun qətlə yetirildiyi, daha sonra evin yandırıldığı bildirilir. Hazırda araşdırmalar davam edir. Samuqda 9 yaşlı uşaq dəm qazından zəhərlənərək ölüb. Hadisə Samuq şəhəri 28 may küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Hamamda çimən 9 yaşlı oğlan uşağı ailə üzvləri tərəfindən huşsuz vəziyyətdə tapılıb. Onun dəm qazından zəhərlənərək öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır. Xəzər xəbəri izləyirsiniz. Ukrayna silahlı qüvvələri bu gecə Rusiyanın Krasnodar diyarındakı Slavyansk Eko neft emalı zavodunun infrastrukturuna zərbə endirib. Bu barədə Ukrayna silahlı qüvvələrinin baş qərargahı Telegram kanalında məlumat yayıb. İlkin məlumata görə neftin ilkin emalı qurğusunun elementlərinə zərbə indirilib. Vurulan ziyanın miqyası dəqiqləşdirilir. Həmçinin qeyd olunub ki, bu müəssisənin potensialı ildə 4 milyon tondan çox neft təşkil edirdi. Baş qərargahı məlumatına görə Donetsk və Zaporojye vilayətlərinin Rusiyanın nəzarətində olan ərazilərində bölmələrin maddi texniki təminat anbarlarına zərbə endirilib. Ukrayna sülh müqaviləsi çərçivəsində heç bir halda Donbası Rusiyaya verməyəcək. Bunu Ukrayna prezidenti Vladimir Zelenski Əbu Dabidə baş tutmuş danışıqların nəticələrini şərh edərkən bildirib. Ərazilərlə bağlı mövqeyinin dəyişməz olaraq qaldığını vurğulayan Ukrayna lideri deyib ki, kompromis aparıb tapmaq lazımdır.
axtarmaq lazımdır və tapmaq lazımdır. Ukrayna üçün konkret təhlükəsizlik zəmanətləri bu müharibənin bitməsi üçün konkret tarixləri göstərir. Sənəd 100% hazırdır. Biz tərəfdaşlarımızın imzalanma tarixi və yeri ilə bağlı siqnalını gözləyirik. Bundan sonra o təsdiq üçün ABŞ Konqresinə və Ukrayna parlamentinə təqdim olunacaq deyə Zelenski əlavə edib. Rusiya qüvvələri Suriyadakı 3 hərbi bazadan birini, Qamışlıdakı aerodromu tərk edir. Bu barədə K24 kanalı məlumat yayıb. Məlumata görə qırıcı təyyarələr, helikopterlər və digər hərbi texnikalar aerodromdan çıxarılır. Eyni zamanda bazadan Əsəd rejiminə aid bir neçə şəxsin də çıxarıldığı bildirilir. Son günlər Rusiya hərbi aviasiyasının Qamışlıda aktivliyi artır. Suriya tərəfi isə bazanı Türkiyə ilə birgə işlətməyi nəzərdən keçirir. Qeyd edək ki, Qamışlı aerodromu 2019-cu ildən bəri Rusiyanın nəzarətindədir. Bakıda 12 kiloqram narkotik dövriyyədən çıxarılıb. Sabah rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə Sabah rayon polis idarəsi 9-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı 33 yaşlı Gəncə sakini Səfər Camalov saxlanılıb. Onun maşınına baxış zamanı 10 kiloqram 110 qram marixuana, 2 kiloqram 55 qram tiryək və 13 psixotrop tərkibli pregabalin həbi aşkar olunub. O, narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşından Bakıda satmaq niyyəti ilə əldə etdiyini bildirib. Narkotik vasitələri paytaxtda müxtəlif ünvanlarda yerləşdirərək bu barədə İranlı narkotacirə məlumat verməliymiş. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qəti imkanı tədbiri seçilib. Bakıda oteldə ofisant qətlə yetirilib. Qətlin elə onun öz iş yoldaşı, yəni digər ofisiant tərəfindən törədildiyi bildirilir. Artıq hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bakıda oteldə qətl törədilib. Hadisə Ağşəhərdə yerləşən oteldə baş verib. 30 yaşlı Şəmistan Şamiloğlu Əliyev ofisiant işlədiyi oteldə çamaşırxanada bıçaqlanaraq öldürülüb. Paytaxtda Ağşəhərdə yerləşən məşhur otellərdən birində dəhşətli qətl hadisəsi baş verib. Saat 19 radələrində oteldə çamaşırxanada 30 yaşlı gənc Şəmistan Əliyev bıçaqlanaraq qətlə yetirilib. Verilən məlumata görə onu elə oteldə işləyən digər ofisiant 34 yaşlı gənc bıçaqlayıb. Hadisənin otelin digər ofisiantı, Abşeron sakini 34 yaşlı Seymur Zafalıoğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Seymur Manafov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisi ilə bağlı otelin daxili və xarici kommunikasiyalar üzrə meneceri bildirdi ki, hazırda hadisənin hansı səbəbdən törədilməsi ilə bağlı araşdırma aparılır. O, əlavə hər hansı şərh vermək istəmədi. Faktla bağlı cinayət işi başlanıb, Xətai rayon prokurorluğunda araşdırma aparılır. Aytən Fehruz Namikusiyev, Xəzər xəbər. Xəzər xəbərin qaynar xəttinə müraciət edən vətəndaşlar iddia edirlər ki, Yasamal rayonunda inşaat işi aparan Primo Residence şirkəti onlara gecə-gündüz istirahət vermir. Vətəndaşlar deyirlər ki, tikinti aparan şirkətə dəfələrlə müraciət etsələr də nəticə yoxdur. Görüntüləri Xəzər xəbərin qaynar xəttinə Həsən bəy Zərdabi küçəsində yerləşən yaşayış kompleksinin sakinlərindən biri göndərir. Yeni tikilən inşaat şirkəti yolu bugünə qoyur. Vətəndaşlar iddia edirlər ki, ərazidə aparılan tikinti işləri onların gündəlik həyatına çətinlik yaradır. Və sakinlər iddia edir ki, asfalt yararsız hala düşüb, çünki ərazidə Primo tikinti şirkəti yeni yaşayış kompleksi inşa edir. Sakinlər iddia edir ki, gecədən səhərə qədər ağır beton qarışdıran maşınların səs-küyündən mənzillərində rahat gecələyə bilmirlər. Ərazidə yaşayan sakinlər iddia edirlər ki, Primo Residence tikinti şirkətinə məxsus ağır tonnajlı yük avtomobilləri küçəni keçilməz vəziyyətə gətirib. Çox narahatçılıq, gecə-gündüz səs-küydür. Yalnız səs-küy narahat eləyir sizi, yoxsa gəlib gedəcəyiniz yol, küçəndə? Hər tərəfli.
Deməzdim ki, elə diskomfort var. Gecələr biraz səs gəlir. Gecələr hə. Yəni belirli bir saatdan sonra olmasa daha yaxşı olar, amma yəni elə bir gürültü zat yoxdur. Məsələn, dünən bu xadno idi. Bu axır vaxtlar buralar dağıntılı idi, biraz beton zat töküblər bu hissələrə. Yenə narahatçılıq. Məlum məsələdir, harda tikinti var, harda yaşayış var, olmalıdır bunlar. Amma biraz da fikir verilməlidir, diqqət yetirilməlidir. Sakinlər, məsələn, yaşayanlar əziyyət çəkməməlidir. Bəli, bəli. İddialara cavab almaq üçün Primo Residence şirkətinin satış ofisinə yaxınlaşdıq. Ofisdən bildirildi ki, onlar tikintiyə görə məsuliyyət daşımırlar. Tikinti şirkətinin baş ofisinin qarşısında saatlarla gözləsək də, qapını bağlayıb layihənin icrası ilə məşğuluq dedilər. Suallarımız cavabsız qaldı. Sevinç Vaqif qızı Vüsal Hüseynov, Günel Qədimova, Xəzər xəbər. Bu vəsait sakinlərdən hər il toplanır. Bəziləri bu ödənişin rəsmi olmadığını da düşünür, verməkdən imtina edir. Bəli, söhbət hər mənzildən yığılan tullantıların toplanması üçün alınan vəsaitdən gedir. Bəs bu məbləğ necə hesablanmalıdır, vəsait hara xərclənir? İzləyək. Bütün mənzillərdən tullantı pulu adı ilə vəsait toplanır. Bu vəsaitin hara xərclənməsi isə sakinlər arasında daim müzakirə mövzusu olub. Paytaxt sakinlərinin sözlərinə görə bu vəsaiti mənzil istismar sahəsinin işçiləri əsasən ildə bir dəfə toplayırlar. Adama 1 manat. Hər ay? Hər ayda 3 manat verirəm. Mən Şəmkirdə yaşayıram, adama 1 manat. Bizim evdə 3 nəfər. Hər ay 3 manat ödəyirsiniz? Bəli. Paytaxt sakinləri arasında apardığımız sorğudan belə aydın oldu ki, tullantı üçün yığılan vəsait fərdi tikili ilə çox mərtəbəli binalarda fərqlidir. Hətta bəzi sakinlər bunun komendant pulunun tərkibində olduğunu da düşünür. Biz illik veririk. Məsələn 30 manat, 40 manat belə çıxır. Ayrıca olaraq zibil pulu deyilən bir anlayış yoxdur. Yəni kommunal xərclər altında. Yəni orada bir qayda olaraq yeni tikilmiş binalarda onların deməli kvadrat metrinə görə müəyyən olunur ki, 50 qəpik. 22 qəpik olmalıdır. 100 neçə kvadratdır, 25 manat pul veririk. Onun içərisindədir də hamısı bir yerdə olur. Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi bildirib ki, tullantı pulunun miqdarı əraziyə görə dəyişir. Bəzi bölgələrdə adam başına 30-50 qəpikdir. Bakıda da fərdi evlərlə binalardakı mənzillərdə rüsum fərqi var. Mənzildə qeydiyyatda olan vətəndaşlar haqqında mənzil istismar sahələrində ümumi məlumat var. Sadə dildə desək, 100 kvadratlıq mənzil ayda 2 manat rüsum ödəməlidir və bu da illik vuranda 24 manat vəsait edir. Ancaq fərdi yaşayış evlərində də yenə vətəndaşlar qeydiyyatda olduğu vətəndaşların sayına görə hər bir vətəndaş 1 manat ödəyir. Nizami Mayılovun sözlərinə görə tullantı üçün yığılan vəsait küçələri süpürən işçilərin maaşına, xərclərin qarşılanması, tullantıların toplanması və ötürülməsinə hesablanıb. Ödənişi isə həm qurumun özündə, həm də hesab nömrəsi ilə bankda həyata keçirmək mümkündür. MTK-ların binalarında isə digər xidmətlər də göstərildiyi üçün orada məbləğ daha çoxdur, lakin həmin mənzillərin sahibləri də komendant pulundan əlavə yaşayış sahəsindən istifadəyə görə hər kvadrat metrə 2 qəpik rüsum ödəyirlər. Minaya Zaman, Əli Ələkbərov, Xəzər xəbər. Abşeron rayonunun Saray qəsəbəsində sürücülər və piyadalar üçün təhlükə yaradan ciddi problem yaşanır. Yeni yol adlanan ərazidə nə piyadalar üçün keçid var, nə də küçə işıqları işlək vəziyyətdədir. Axşam saatlarında yol tam qaranlığa qərq olur ki, bu da qəza riskini xeyli artırır. Yol qaranlıq, piyada keçidi isə yoxdur. Görüntülər Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən avtomobil yolundandır. Təhlükə axşam saatlarında daha da artır. İşığın olmaması səbəbindən yol qaranlığa qərq olur. Bu isə həm sürücülər, həm də piyadalar üçün ciddi risk yaradır. Biz hazırda Saray qəsəbəsi ərazisindəyik. Yeni yol adlanan ərazidir. Burada piyadalar üçün olduqca təhlükəli vəziyyət yaranıb. Avtomobil yolunda həm piyada keçidi yoxdur, həm də mövcud işıq dirəkləri işlək vəziyyətdə deyil. Sakinlərin sözlərinə görə sözü gedən ərazidə piyadalar üçün keçidin olmaması vəziyyəti daha da ağırlaşdırır. Piyada keçidindən yoxdur deyənə istifadə edənmirlər də. Hər bir tərəflə keçir. Vəziyyət çox pisdir. Yəni sürətlə gələn avtomobillər? Bəli, sürətlə gəlir, ürək istəyən formada da sürür gedir. Gərək piyada gözləyək ki, yol boşala, ondan sonra keçələr. Piyada keçidi yoxdur, həm də işıqlar yoxdur. Bəli, heç bir işıq yanmır. Avtobusdan düşdünüz, necə keçdiniz bu yolu? Çətinliklə nətə keçəcək? Yəni piyada keçidi yoxdur, həm də işıqlar yoxdur? Yoxdur, heç nə yoxdur da, görmürsünüz. Heç nə yoxdur.
Yəni təhlükəlidir bu vəziyyət? Əlbəttə ki. Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən Xəzər xəbərə bildirildi ki, yol kənarlarındakı işıqlandırılma sistemlərinin yerli icra hakimiyyətinin balansına verilməsi istiqamətində aparılan təhvil təslim işləri artıq başa çatıb. Gələn həftə ərzində Saray qəsəbəsində sözügedən yol boyunca işıqlandırılma tam təmin olunacaq. Nizami Rasulov, Xəzər xəbər. Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə gecə saatlarında Qaraməriyəm İsmayıllı Şəki yolunun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü 28 yaşlı Mətin İbrahimov hadisə yerində dünyasını dəyişib. Sərnişin 26 yaşlı Kənan Zakirzadə isə xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Su kanalı üfunət mənbəyinə çevrilib. Belə ki, Sabunçu rayonu Ramanı safxoz adlanan ərazidəki kanal dəfələrlə təmizlənməsinə daha doğrusu baxmayaraq yenə də çirkab yuvasına çevrilib. Sakinlər aidiyyəti qurumu, qurumlar isə sakinləri günahlandırır. Zibil dolu torbalar, plastik şüşələr, tullantı materialları ilə dolub daşan su kanalı Ramanlıların probleminə çevrilib. Söhbət Sabunçu rayonu Ramanı Safxoz adlanan ərazidəki kanaldan gedir. Sakinlər deyirlər ki, kanala baxan, təmizləyən yoxdur. Ümumiyyətlə təmizlənmir, külək doldurur, insanlar atır, nə bilim mən, yəni baxılmır. 2 ildir, hardasa 3 ildir bu vəziyyətdədir. Yay olanda vəbşi iyisindən burada durmaq olmur. Zibili kanala atmırlar, külək gətirir, tökür. Bunu təmizləmirlər, kanalın üstü açıq. Külək oldu, iydən evdə oturmaq olmur, dayanmaq olmur. O zibil haradadır ki, onu külək gətirir? Hadi, yolun qıraqları zibil deyilmir. Sakinlər də atır da, yəqin ki, əllərində atırlar. Sakinlər iddia edirlər ki, kimin əlinə nə keçir, gətirib bu kanal atır. Ona görə də ərazi zibil poligonuna çevrilib. Dəfələrlə gəlirlər, təmizləyirlər, amma bax bu səviyyə, bax bu gündədir. Əhalinin özü. Çox natəmizlik, antisanitariya, yəni... Əllərinə gələn atırlar, eləmi? Nəyin əllərinə gələn, bütün, nə bilim, hər bir şey bu kanalın içindədir. Bir zibil yeşiyi demək olar ki, 1 kilometr uzaqlıqdadır, elə bir ki, aşağı asfaltda. Ora aparırıq, tökürük, orada yığışdırılan, yəni zibil görmürük biz. Ancaq elə üst-üstə yığılır, yəni ayda ildə bir dəfə ya yandırılır, ya yox. Belə şey olmalı, xəstəlik qurbanına bir ərazi yemək lazım, başa dönəm. Məsələ ilə bağlı Abşeron su meliorasiya sistemlərinin istismarı idarəsindən bildirildi ki, növbəti suvarma mövsümündə hazırlıq işləri olaraq magistral və qol kanallarda lildən təmizləmə işlərinə başlanılıb. Lakin əhali tərəfindən kanallar məişət tullantıları ilə çirkləndirilir ki, bu da istismarda böyük çətinliklər yaratmaqla yanaşı antisanitariya halına gətirib çıxarır. Buna baxmayaraq yaxın günlərdə idarənin xüsusi texnikalarının və canlı qüvvələrin əraziyə cəlb olunacaq və çətinlik aradan qaldırılacaq deyə vurğulanıb. Nigar Polad, Cəfər Qasımov, Ruzanna Kərimli, Xəzər xəbər. Tovuz şəhərində ağacların qanunsuz kəsilməsi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. Sakinlər ağacları küləyin sındırdığını deyirlər. Rəsmi qurumlar isə faktla bağlı araşdırmaya başlayıblar. Sosial şəbəkələrdə paylaşılan videolardan sonra məsələnin nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq üçün əməkdaşımız hadisənin baş verdiyi əraziyə yollanıb. Tovuz şəhərində ağacların qanunsuz kəsilməsi ilə bağlı sosial şəbəkələrdə videolar yayılıb. Görüntülərdə ağacların kəsilərək başqa əraziyə aparıldığı görünür. Deyilənlərin nə dərəcədə doğru olduğunu öyrənmək üçün sözü gedən ünvana üst tutduq. Tovuzda ağacların qanunsuz olaraq kəsildiyi iddia olunan video hazırda dayandığım ərazidə Tovuz şəhəri Heydər Əliyev prospekti bina 1 ünvanının həyətində qeydə alınıb. Sakinlər tərəfindən ağacların kəsilməsinə fərqli səbəblər göstərilir. Həmin ünvanda yaşayan sakinlərin sözlərinə görə ağaclar güclü küləkdən sonra yıxılıb. Nəticədə digər ağaclar da yararsız hala düşüb. Ağac qırılmışdı bir 10 gün bundan qabaq. O da elə oldu ki, ağac özü sındı. Sındı düşdü yerə də ağaclar. Budaqlar düşdü yerə. Ağac bir tərəfində qalmışdı. O qəza keçirə bilərdi də, cəmaatın üstə düşərdi, maşınların üstə düşərdi, uşağın üstə düşərdi. Bu ağaçların qırılmağı külək möhkəm əsdi gecə ilə. Ağaçları açdı. Tut ağacı da çürük idi, çürümüş vəziyyətdə idi.
Tovuz rayon icra hakimiyyətindən isə məsələ ilə bağlı bildirildi ki, güclü külək nəticəsində ərazidə olan ağaclardan biri qırılaraq digər ağacların üzərinə düşüb və onları da sındırıb. Ərazidə hadisədən sonra təmizlik işləri aparılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan isə qeyd edildi ki, Tovuz rayonunda ağacların kəsilməsi faktı üzrə prosessual araşdırma aparılır. Araşdırmanın nəticələrindən asılı olaraq hüquqi tədbirlər görüləcək. Cümşüd Məmmədov, Kəmal Əlimuradova, Xəzər xəbər. Davam edirik. İranda ötən ilin 28 dekabr tarixində başlayan etiraz aksiyaları zamanı baş verən qarşıdurmalarda 209 hüquq mühafizə orqan əməkdaşı da daxil olmaqla 5848 nəfər həlak olub. Bu barədə Amerika Birləşmiş Ştatlarında yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, ölkənin bir çox yerində baş verən hadisələr nəticəsində 41.283 daha doğrusu nəfər saxlanılıb. Bu arada deməli Time jurnalı kütləvi etirazlar zamanı ölənlərin sayı ilə bağlı dəhşətli rəqəmlər açıqlayıb. Nəşr İran Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxslərinə istinadən yanvarın 8-i və 9-unda baş verən toqquşmalarda ölənlərin sayının 30 min nəfərə çata biləcəyini yazıb. Məqalədə qeyd olunub ki, həmin 2 gün ərzində təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı tətbiq etdiyi zorakılıq nəticəsində xəstəxanalarda cəsəd torbaları tükənib. Şahidlərin və rəsmilərin sözlərinə görə meyitlərin daşınması üçün təcili yardım maşınları kifayət etmədiyindən traktor qoşqularından və böyük yük avtomobillərindən daha doğrusu istifadə olunur. Qeyd edək ki, İranın Xarici İşlər Naziri Abbas Ərakçi etirazlar zamanı qarşıdurmalarda təhlükəsizlik qüvvələri və mülki şəxslər də daxil olmaqla 3117 nəfərin həlak olduğunu açıqlamışdı. Meksikada silahlı şəxslər futbol maçı zamanı stadiona hücum ediblər. Salamanka şəhərində baş verən hadisə nəticəsində 11 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Məlumata görə hadisə maçın sonunda baş verib. Şübhəlilərin axtarışı davam etdirilir. Filippin sahillərində içində 350-dən çox insan olan bərə batıb, azı 18 nəfər həlak olub, 317 sərnişin isə xilas edilib. Yaralıların böyük qisminə tibbi yardım lazım olub və azı 18 nəfər xəstəxanaya yerləşdirilib. 24 nəfərin taleyi hələ də məlum deyil. Onların axtarışları davam etdirilir. Məlumata görə bərənin göyərtəsində 332 sərnişin və 27 ekipaj üzvü olub. İlkin ehtimala görə bərə texniki nasazlıq səbəbindən batıb. Faktla bağlı araşdırma aparılır. Amerika Birləşmiş Ştatlarının şərq və cənub ştatlarında güclü qar fırtınası nəticəsində ən azı 18 nəfər ölüb. Fırtına aeroportların və əsas magistral yolların bağlanmasına, 1 milyondan çox insanın isə elektrik enerjisiz qalmasına səbəb olub. Bir sıra ştatda temperatur sıfırdan aşağı düşüb. Fırtınadan indiyədək ən çox zərər çəkən bölgələr Georgia, Louisiana, Mississippi, Tennessee və Texas ştatlarıdır. Böyük şəhərlərdə fövqəladə tədbirlər görülüb, əksər müəssisələr və məktəblər fəaliyyətini dayandırıb. Elektrik enerjisinin bərpası üçün operativ tədbirlər görülür. Ohio ştatının cənub-qərbindəki şəhərlərdə isə qarın hündürlüyü təxminən 30 sm-dir. Kəskin hava şəraiti ABŞ-da aviareyslərə də ciddi təsir göstərib. İndiyədək ölkə üzrə 16 mindən çox uçuş ləğv edilib. Minlərlə reys isə təxirə salınıb. Meteoroloqların proqnozlarına görə fırtına və şaxtalı hava şəraiti həftənin əvvəlində də bir çox ştatda davam edəcək. Rusiyadan Xəzər dənizi ilə Azərbaycana, həmçinin digər Xəzər ətrafı ölkələrə dəniz yolu ilə səfərlərin təşkili yenidən müzakirə mövzusuna çevrilib. Planlara görə bu marşrut Bakıda daxil olmaqla bir neçə Xəzəryanı dövlətlərin şəhərlərini əhatə edə bilər. Ekspertlər bildirirlər ki, bu layihə turizmə yeni nəfəs gətirməklə yanaşı, Xəzəryanı turizm potensialı şəhərlərin inkişafını sürətləndirə bilər. Ancaq marşrutun reallaşması üçün hələ hüquqi və texniki məsələlər var.
Xəzər dənizi üzrə 5 ölkəni əhatə edən gəmi səfərləri təşkil olunacaq. Başqa sözlə, Xəzər dənizi üzrə beynəlxalq kruiz marşrutunun təşkili planlaşdırılır. Marşrutda Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan limanlarının yer alması nəzərdə tutulur. Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, müzakirə olunan layihə Rusiya şirkətlərindən birinin təşəbbüsüdür. Plana görə Nikolay Jarkov adlı kruiz gəmisi Xəzər dənizi üzrə beynəlxalq marşrutla hərəkət edə bilər. Marşruta Mahacqala, Dərbənd, Bakı, Aktau, Türkmənbaşı və İran limanlarının daxil edilməsi nəzərdə tutulur. Ekspertin sözlərinə görə regional siyasi proseslər də bu marşrutun gələcəyinə təsir göstərə bilər. Xəzər dənizində gəmi kruzlərinin fəaliyyəti həm Xəzər sahili şəhərlər, eyni zamanda Volqa sahili şəhərlər bu fürsətdən yararlanacaq. Bu göründüyü kimi yeni turizmə bir destinasiyası olacaq və həm Azərbaycana gələn turistlər və eyni zamanda yerli turistlər bundan faydalanacaqlar. Hesab edirəm ki, bugünkü gündə kiçik bir layihə kimi adlansa da, amma gələcəkdə Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra, sülh sazişi olandan sonra təbii ki, region təhlükəsiz bir dövr yaşadığı zamanda bu daha böyük öz aktuallığını daha da genişləndirəcək. Ekspert bildirir ki, bu layihə reallaşarsa sözgedən imkanlardan gələcəkdə Bakı ilə yanaşı digər Xəzəryanı Azərbaycan şəhərləri də yararlana bilər. Başqa sözlə, kruiz marşrutunun reallaşması Xəzər dənizi üzərindən beynəlxalq turizmin yenidən canlanmasına səbəb ola bilər. Lakin bunun üçün dövlətlərarası razılaşmalar və hüquqi mexanizmlər vacibdir. Azərbaycanda bilirsiniz, yəni paytaxtdan əlavə Lənkəran, Neftçala və Nabran kimi bizim liman şəhərlərimiz yaranacaq ki, bu da həm o bölgədə gündəlik kruiz turlarının fəaliyyəti zamanı orada yeni iş yerlərinin açılmasında böyük imkanlar yaranacaq. Belə ki, orada həmin zamanda, yəni gəmilər həmin liman şəhərlərinə yan aldığında orada birbaşa olaraq yaşa müəssisələrinin açılması və bu mən hesab edirəm ki, bu da yeni bir iş yerlərinin yaranmasını gətirib çıxardacaq. Məsələ ilə bağlı Dövlət Turizm Agentliyindən isə bildirilib ki, hazırda Xəzər dənizində 2 növ kruiz layihəsi haqqında müzakirələr mövcuddur. Xəzər dənizi üzrə turizm kruiz layihəsinin əsas icraçı tərəfi kimi Rusiya çıxış edir. Xəzəryanı ölkələrin əsas dəniz limanlarını əhatə edəcək bu layihədə Bakı şəhəri də dayanacaq liman kimi nəzərdə tutulub. Bundan başqa Xəzərdə yerli əhəmiyyətli Azərbaycanın əsas liman və adaları üzrə turizm marşrut xətti üzrə kruiz layihəsi haqqında da müzakirələr getməkdədir. İslam Əşrəfov, Minaya Zaman, Xəzər xəbər. Azərbaycanda orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması və xaricdə təhsil almış məzunlarla əlaqədar dinləmənin keçirilməsi təklif olunur. Sözügedən məsələ Milli Məclisin Elm və Təhsil Komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan təhsil haqqında qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb, həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsait hesabına ödəniləcəyi hallar müəyyənləşir. Yenilik nədən ibarətdir? İzləyək. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin yalnız ölkədaxili təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsait hesabına ödəniləcək. Halbuki bu həm də xaricdə təhsil alan tələbələrə aid edib. Bu Milli Məclisin Elm və Təhsil Komitəsinin iclasında müzakirəyə çıxarılan təhsil haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün də əlavə təhsil ödənişli olacaq və onların əlavə təhsilinə dövlət büdcəsindən vəsait ayrılmayacaq. Bunun üçün onlar xaricdə dövlət təhsil proqramına müraciət etməlidirlər. Komitə iclasında millət vəkilləri tərəfindən orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması da təklif olunub. İnformasiya texnologiyalarının inkişafından söhbət açırıqsa və elektron daşıyıcıların öncəliyə çıxmasından danışırıqsa, prinsip etibarilə dərsliklərin də elektron daşıyıcılara, o cümlədən rəqəmsal platformalara keçməsi vacib faktorlardan biridir. Rəqəmsallaşma əslində təkcə şagirdin deyil, eyni zamanda müəllimlərin də işinin daha da asanlaşmasına zəmin yarada bilər. Biz əgər diplomların, yəni elektron qaydada verilməsindən söhbət açırıqsa və nəticə etibarilə nə üçün dərsliklər elektron olmasın? Millət vəkilləri həmçinin xaricdə təhsil almış məzunlarla əlaqədar dinləmənin keçirilməsini təklif ediblər. Deputat Fariz İsmailzadə bildirib ki, dövlət proqramı ilə xaricdə təhsil alıb ölkəyə qayıdan gənclərin harda işləməsi, hansı sektorda fəaliyyət göstərməsi, ölkənin inkişafına necə töhfə verməsi ciddi təhlil olunur.
olunmalıdır. Yüzlərlə Azərbaycanlı gənci xaricdə təhsil alıb, buna milyonlarla pul xərclənilir, amma biz istərdik ki, onun nəticəsini də müzakirə edək. Görək bu məzunlar harda işləyirlər, neçə faizi qayıdır, neçə faizi dövlət işində işləyir, neçə faizi özəl sektorda işləyir. Onun çətinlikləri ilə bağlı bir müzakirələr aparaq. Çünki bəzi məzunlar iş tapmaqda çətinlik çəkirlər və yaxud müəyyən imtahanlardan keçməlidirlər. Bəzi hallarda onlar qayıtmaq istəmirlər. Onun səbəblərini araşdıraq. Qeyd edək ki, hər il 500 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunur. Şəbnəm Qurbansoy, Cabbar Qaryağdıoğlu, Cəfər Qasımov, Xəzər xəbər. Belə hörmətli tamaşaçılar, bugün İTV xəbərlərimizdən bu qədər. Sabah eyni saatda yenidən görüşmək ümidi ilə gecəniz xeyrə qalsın.